Bəs Ramiz Mehdiyev ev dustaqlığını harda çəkir? Ötən gün uçsuz-bucaqsız bir villanın görüntüləri yayıldı. Ramiz Mehdiyevin villası görüntülənir gördüyünüz kimi. Deməli, ötən günlərdə, 2 gün bundan öncə Ramiz Mehdiyevin həbs olunma xəbərini mən verəndə sosial şəbəkəmdə və orada diqqətimi çəkən çox maraqlı bir şərh olmuşdu. Elə dərhal əməkdaşlara da söylədim. Demək ki, xəbəri bu fonda, bu cür paylaşmışam ki, Ramiz Mehdiyev 4 aylıq ev dustağı oldu. İzləyicilərin biri yazmışdı ki, onun bir evi bir şəhər boydadır. Yəni, o 4 divar arasında sıxılmayacaq ki, mən Ramiz Mehdiyevin evini görməmişəm, ümumiyyətlə heç bir nazirin evini heç uzaqdan da görməmişəm. Ona görə təxmin eləyirəm ki, bəli, orada hündür divarlar, filanlar və o belə vəzifəyə aşırı aşiq olanlar, o vəzifənin əbədi olacağına ümid eləyənlər, onlar özlərində bir şah kimi, xan kimi hesab eləyirlər də, qapılar açılır, içəri girirlər. İndi eyni həmin mənzərədə, eyni həmin görüntülərdir burada da. Və həqiqətən də adamın evi bir şəhər boydadır, ürəyi sıxılmaz. Amma çox ağır ittihamlara görə ürək də dözməz.